Azad edilən ərazilərə böyük qayıdış proqramı uğurla icra edilir. Aprelin 28-də Xocavənd şəhərinə, eləcə də Xocavəndin Xanoba kəndinə və Qırmızıbazar qəsəbələrinə növbəti köç karvanları çatıb. Bu mərhələdə Xocavənd şəhərinə 39 ailə, 177 nəfər, Xanoba kəndinə isə 60 nəfərdən ibarət 13 ailə köçürülüb. Xocavənd şəhərində keçirilən mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, eləcə də qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər. Qırmızıbazar qəsəbəsinə isə 63 nəfərdən ibarət 16 ailə qayıdış edib. Qeyd edək ki, keçmiş məcburi köçkünlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan ailələrdir. Elgün Gəncimsoy, Fəxri Məmmədov, APA TV, Xocavənd.